Mən Kəlbəcərdə olanda bunu demişdim keçən dəfə. Mən başa düşdüm ki, biz bu vaxta qədər Azərbaycanın səfalı yerlərini görməmişik. Görmüşük bəzi dağlar, görmüşük bəzi o qayalar. Mən Kəlbəcərdə olanda gördüm ki, mənim gördüyüm o balaca təpələr imiş. Böyük qayalar, böyük meşələr, nəhəng və gözəl təbiəti olan. Və ona görə Allaha minnətdar oldum ki, indi artıq o torpaqlar Rəbb qaytarıb bizə və biz o torpaqlara gedə bilərik və o torpaqlarda istirahət edə bilərik. Keçən həftə Pərviz pastor kəlamla bölüşürdü. Çox gözəl mövzu idi və ümid edirəm ki, biz hər dəfə mövzu bölüşüləndə hansısa bir söz oradan bizim yadımızda qalır. Çünki söz insanı dəyişir. Bilirsiniz, insan insanı dəyişə bilir. Biz bəzən öz övladlarımızı dəyişməyə çalışsaq da, biz ancaq onu dəyişə bilirik. Eşitmişsiniz, dünyada belə bir söz var. Dünyanın məhəbbət dəyişəcək. Belə bir söz var. O məhəbbətdə İsa yoxdursa, o da insanı dəyişmir. Çünki hər şey məhduddur, amma Rəbb Allah məhdud deyil. Onun sevgisi məhdud deyil, onun dostluğu məhdud deyil, onun sözü məhdud deyil. Bu məhdud deyil, bitmir. Çünki Rəbb Allah deyir ki, yağış yer üzünə gəlir, torpağa, öz işini tamamlayır və necə ona qayıdırsa, onun sözü də belə. Əgər bu günləri onun sözü mənim həyatımda icra olunmayıbsa, bunun problemi Allah'ta deyil. Və keçən həftə mənim üçün danışdığım bu sözə uyğun Pastor Pərvizin sözündən bir sitat gətirmək istəyirəm. O belə bir söz deyir. Deyir ki, biz dua eləyəndə, məncə bunu rolik kimi də buraxmışdıq Facebook səhifəsinə, sosial şəbəkələrdə. Biz vəziyyəti dəyişmirik. Biz dua eləyəndə vəziyyəti dəyişmirik. Biz dua eləyəndə Allahın fikirlərini də dəyişmirik. Biz dua eləyəndə özümüz dəyişirik. Və sonra bizim vasitəmizlə vəziyyət dəyişməyə başlayır. Məsəl üçün sual verirlər, vəziyyət necədir? Vəziyyət yaxşı deyil. Eşitmişdik də belə sözlər. Vəziyyət yaxşı deyil. Vəziyyət onun üçün yaxşı deyil. Çünki o baxanda 6 görür, mən baxanda 9 görürəm. Vəziyyət eynidir. Hər kəs, hər bir insan vəziyyətə fərqli olaraq baxır. Məsəl üçün, bir məsəl yadıma düşdü. 2 nəfər böyük bir ayaqqabı zavodundan göndərirlər Afrikaya ki, gedin baxın orada yeni şirkət açılması üçün, yeni işlər görməsi üçün nə etmək olar? Və onlar qayıdıb gəlirlər, deyirlər ki, danış. Biri deyir ki, orada ayaqqabı fabrika açmaq mümkün deyil. Deyir ki, niyə? Deyir, çünki orada heç kim ayaqqabı geyinmir. Amma o birisi adam gəlir, o birisi adam deyir ki, orada biz böyük ayaqqabı fabrikaları aça bilərik. Deyir, niyə? Deyir, çünki orada heç kim ayaqqabı geyinmir. Vəziyyətə fərqli baxış var. Bir insan üçün, bu yoxdur, bu yoxdur. Bir insan üçün bu mümkündür, bir insan üçün mümkün deyil. Amma insan üçün mümkün olmayan bu Allah üçün mümkündür. Əgər bu günləri bizim həyatımızda hələ də Allahın sözü icra olunmayıbsa, bu demək deyil ki, Allah öz vədinə gecikir. Mövzunun adı bu idi. Allah vədinə sadiqdir. Allah vədinə gecikmir. Allah öz vədinə sadiqdir. Sadəcə Allahın öz vədinə öz vaxtı var. Mən gözləyirəm ki, o tez olsun, amma Allah istəyir ki, o vaxtında olsun. Çünki hər şey öz vaxtında olanda daha yaxşıdır. Məsəl üçün, fevral ayında 40 dərəcə isti olsa necə olur? Yaxşı görsənmir. Düzdür, biz zövq alacağıq soyuqdan. Məsəl üçün, bilmirsən ki, paltonu soyunasan, kutkanı soyunasan, yoxsa nə inəyəsən. Amma bu qışdır. Bəzən yayda qış havası olur. Hər fəsildə öz havası olanda daha yaxşıdır. Ona görə istəyirəm ki, biz vəziyyətlərə fərqli olaraq baxan insanlar olaq. Niyə? Çünki Allah bizi fərqli yaradır. Özün ol. Adın nədirsə, Allah səni elə çağırır. Adın nədirsə, Allah səni helənçinə tanıyır. Sən kimsənsə, Allah sənə helənçinə elə xeyirda verib, helənçinə sənin vasitənlə nəsilləri davam etmək istəyir.
özümüzü kiməsə bənzətməyək. Kimsə olmayaq. Çünki müəyyən bir vaxt kimsə olacaq. Sonra gücümüz qurtarır, yenə də özümüz olur. Bəzən də olur ki, hansısa bir insan yaxşı görünür. Müəyyən bir vaxtdan sonra, məsəl üçün 1 ildən, 5 aydan, 3 aydan sonra yaxşı olmayan şeylər üzə çıxır onda. Deyir ki, oyda, bu insan dəyişir. Ya, o insan necə var elədir. Sadəcə müəyyən vaxt üçün yaxşı idi. Amma biz Rəbb İsa ilə bir yerdə olanda, o bizə kömək edir dəyişmək üçün. Bizim hər birimizin dəyişməyə ehtiyacı var. Hər birimizin dəyişməyə ehtiyacı var. Buna görə də bizim Allahın sözünə ehtiyacımız var. Və sözə ehtiyacımız ona görə var ki, söz bizi dəyişsin. Uşaqlarımıza deyirik, eləmə. Məsəl üçün, insanların hərəkətlərini dəyişmək istəyirik. Belə geyinmə, belə danışma, belə gülmə, bunu etmə, etmə. Bu kimi şeyləri demək istəyirik. Və yaxud deyirik də. Amma bilirsiniz, 100%-in bəlkə 10%-i dəyişir. Amma 90% insan dəyişmir. Niyə? Çünki biz diqqətimizi insanların hərəkətlərinə yönəldirik. O insanların hərəkətlərinə yönəldirik və insanların hərəkətlərinə görə onlara qiymət veririk. İnsan zahirə baxır. Allahın kəlamı deyir. Amma Rəbb Allah isə ürəyə baxır. Ona görə biz insanın ürəyinə Allahın sözünün çatmasına imkan yaratsaq, o zaman bizim onun hərəkətlərini dəyişməyə ehtiyacımız qalmayacaq. Çünki Allahın sözü onun ürəyini dəyişəcək, düşüncəsini dəyişəcək və beləcə görəcəksən ki, insan dəyişilir artıq. Biz bir dəfə bir mövzu danışmışdıq. İman haqqında, gələcək nəslə ötürülməsi haqqında. Və bu günləri yenə də bu mövzunu davam etmək istəyirəm. Səssiz qalma. Çünki iman ötürülməlidir. İman ötürülməlidir. Ötürmək haqqında, ötürülmə haqqında biz çönüb arxaya baxsaq və görəcəyik ki, bu günləri hər birimizin evlərimiz var. Düzdür? Və bir çoxlarımız bəlkə hələ də öz ata evimizdə yaşayır. Bu bizə atamızdan ötürülür. Bəlkə kiminsə, məsəl üçün, zeytun bağları var, nə bilim, müəyyən bir kənd torpağı var. Ona da onun atasından ötürülməlidir. Miras olaraq nəsə ötürürük. Biz fiziki olaraq öz ailəmizə, nə bilim, öz nəslimizə, bizdən sonraki nəslə, yəni fiziki olaraq nəsə ötürürük. Amma biz bu günləri gələcək nəslə sadəcə bina, sadəcə kafedra, sadəcə, nə bilim, stollar, bu kimi şeyləri ötürməklə iman davam etməyəcək. Çünki biz bu günləri susuruqsa, gələcək nəsil nə olacaq? Olmayacaq. Gələcək nəsil olmayacaq. Ümumiyyətlə gələcək olmayacaq. Məsihçilikdə gələcək olmayacaq. 1-ci əsrdə İsa Məsihin 2 şagirdi Azərbaycana gəlmişdi. Və onlar Azərbaycana Məsihin sözünü gətiriblər. Və beləcə nəsillərlə Məsihin sözü bu günə qədər gəlib çatıb. Mən keçən əvvəl demişdim, o tələbələrin göstərdiyi səhnə vasitəsilə o mənə daha yaxşı beləncə çatmışdı. Mən başa düşdüm ki, o ikinci səhnə vardı, yadınızdadır. Mən başa düşdüm ki, deməli bu günləri biz rahatlıqla, əgər bu gün binadayıqsa, əgər Məsih haqqında danışırıqsa, rahat ibadətlər ediriksə, bu heç də həmişə hər şey rahatlıqla baş vermir. Bizdən əvvəlki nəsil, onlar çox çətinlik yaşayırlar. Məsihə görə onları tutublar da, əzab da veriblər, öldürüblər də. Amma bu günləri biz çox rahat şəkildə, həqiqətən tolerant bir ölkədə, rahat şəkildə öz ibadətimizi edirik. Buna görə Rəbbə şükür olsun. Minnətdar olmağa dəyər? Əlbəttə dəyər. Bu ölkədə bir neçə dinlər var. Eləcə də bu ölkədə, Azərbaycanda 96%-ə qədər İslam təşkil edir. Və onun qalan hissəsini qeyri-İslam icmaları təşkil edir.
Məsəl üçün, Coratda məscidlə kilsə binasının arasında 40-50 metr fərq var. Yoxsa çox, 40-50 metr fərq var. Amma nə kilsənin qapısında polis durub qorumur kimisə ki, onlar rahat ibadət etsin deyə. Nə Yahudi sinagogunun qapısında kimsə durub qorumur. Nə də müsəlman icmasının qapısında kimsə durub qorumur. Hər kəs sərbəst öz ibadətini edir. Sabah nə baş verəcək? Sabah nə baş verəcək? Bax, bu bizdən asılıdır. Sabah ümumiyyətlə məsihçilik olacaqmı, olmayacaqmı? Bu bizdən asılıdır. Təbii, bir dəfə İsa'ya deyirlər ki, şagirdlərinə denən sakit olsunlar. İsa deyir ki, əgər onlar sussalar, daşlar dilə gələcək. Amma biz daşlar deyilik. Biz sussaq, Allah öz işini yenə də görməyə başlayacaq. Amma Rəbb Allah bizi susmaq üçün çağırmır. Rəbb Allah bizi susmaq üçün çağırmır. Rəbb Allah bizi danışmaq üçün çağırır. Niyə? Çünki müqəddəs kitab deyir. Əgər sən danışmırsansa, kim eşidəcək? Eşitmədikləri halda necə iman edəcəklər? Və bu günləri Rəbb Allah bizi çağırıb. Zəbur kitabından belə bir yer oxumaq istəyirəm. 78-ci fəsil, 5-ci, 7-ci ayələr. Yazılıb ki, Rəbb öyüd vermək üçün Yaqub nəslə, İsrailə bir təlim qoydu. Ne üçün İsrailə? Çünki Allah İsrail xalqını öz xalqı kimi seçmişdi ki, onları tərbiyələndirsin. Burada yazılıb ki, bir təlim qoydu. Çünki xalq olaraq Allah o xalqı seçmişdi ki, o xalq vasitəsilə öz qüdrətini insanlara göstərsin. Yəni, özünün Allah olduğunu insanlara çatdırsın. Və insanlar bu xalq vasitəsilə, təlimlənmiş xalq vasitəsilə Allahın qüdrətli işlərini, qüdrətli əlini olduğunu görsünlər. Burada deyir ki, Yaqub nəslinə bir təlim qoydu. Ata-babalarımıza əmr etdi ki, bu təlimi övladlarına öyrətsin. Qoy gələcək nəsil bilsin. Gələcəkdə doğulacaq övladlar da balalarına bu təlimi verə bilsin. Qoy ümidlərini Allaha bağlasınlar. Allahın işlərini unutmasınlar. Əmrlərini yerinə yetirsinlər. Bu çox gözəl, həm də güclü bir ayə. Deməli, bu bir təlim kimi Allah öz xalqına qoymuşdu ki, xalq Allah haqqında təlimi, Allah haqqında sözü öz övladlarına öyrətsinlər. Və övladları da gələcək nəsillərə danışsınlar. Əgər sual versəm, hər gün axşam yatanda kim öz övladına müqəddəs kitab oxuyur? Bəlkə bir nəfər deyəcək oxuyuram, bəlkə 5 nəfər deyəcək oxumuram. Bəlkə də tərsinə 5 nəfər deyəcək oxuyuram, 1 nəfər deyəcək oxumuram. Bilirsiniz, biz bunun vasitəsilə, bu vasitə ilə biz gələcək nəsilə, gələcək nəsil sənin görmədiyi bir nəsil deyil, gələcək nəsil sənin yanındadır. Sənin qonşun gələcək nəsildir. Sənin övladın gələcək nəsildir. Sənin bacın, qardaşın, qohumların, ətrafında olan insanlar bu gələcək nəsildir. Çünki gələcək nəsili biz görmürük. Gələcək nəsili bizdən törəyənlər, bizim yanımızda olanlar, bizdən gənclər, bizdən yeniyetmə insanlar görürlər. Görəcəklər daha doğrusu. Ona görə də biz gələcək nəslə bu təlimi ötürmək üçün Allah haqqında, sağlam təlimi ötürmək üçün nə etməliyik? Biz susmalıyıq. Biz danışmalıyıq. 1. Timotey 6-cı fəsil 12-ci ayədə yazılıb ki, iman uğrunda yaxşı mübarizə apar. İman uğrunda yaxşı mübarizə apar. Əbədi həyatı bərk tut. Bunun üçün çağırıldın və yaxşı əqidəni bir çox şahid qarşısında iqrar et. Əbədi həyatı bərk tut. Bir dənə əllərimə bax, gör bu günləri nəyi bərk tutmusan? Əbədi həyatı, yoxsa
nə var? Əbədi həyatı əvəz edəcək bizim həyatımızda nə var? Hansı ki biz möhkəm tutmuşuq, onu buraxmaq istəmirik. Xarakterimiz, qürurumuz, xasiyyət olaraq. Yoxsa mal, mülk, stol, nə bilim, bir çox şeylər. Hansı ki biz əbədi həyatı buraxıb onu tuturuq. Amma bu günləri Rəbb Allah kəlamı vasitəsilə nə deyir? Deyir ki, iman uğrunda yaxşı mübarizə apar. Stol uğrunda yaxşı mübarizə apar demir. Yaxşı əlaqələr uğrunda yaxşı mübarizə apar demir. Yaxşı imkanlar uğrunda yaxşı mübarizə apar demir. Rəbb Allah kəlamı vasitəsilə bizə deyir ki, imanın uğrunda yaxşı mübarizə apar. Əbədi həyatı bəş tut. Əbədi həyatı bəş tut deyəndə əbədi həyatı itirə bilərik, yoxsa itirə bilmərik. Əgər bir şeyi, məsəl üçün uşağa bir şey versən, deyirsən ki, bunu apar, o birisi otağa qoy, bəş tut. Yəni, düşmə ehtimalı var. Yəni, buraxa bilmə ehtimalı var. Yəni, yıxılma ehtimalı var. Hansısa bir ehtimal var. Rəbb Allah insana verdiyi əbədi həyatı ondan almır. İnsan özü buraxır. Bilirsiniz necə? Əbədi həyatı buraxıb başqa şeylər tutandı. Deməli, əbədi həyatı buraxdın. Rəbb Allah öz kəlamı vasitəsilə bizə deyir ki, əbədi həyatı bərk tut. İmanın uğrunda yaxşı mübarizə apar. Bunun üçün çağırıldın, yaxşı əqidəni bir çox şahid qarşısında iqrar etdin. Deməli, deyir ki, biz bunun üçün çağırılmışıq. İmanı möhkəm tutmaq üçün. İmanımız uğrunda mübarizə aparmaq üçün. Biz bunun üçün çağırılmışıq. Və yaxşı əqidəni bir çox şahid qarşısında iqrar etdin. Deməli, bizim əqidəmiz yaxşıdır, yoxsa yaxşı deyil? Biz nə qədər insana danışırıqsa, bu ondan görünür bizim əqidəmiz. Yaxşıdır, yoxsa yaxşı deyil? Əgər biz daha çox insana danışırıqsa, daha çox insanlara müjdəni çatdırırıqsa, onlar xilas olsun deyə. Nə üçün insanlara müjdəni çatdırmaq lazımdır? Niyə xoş xəbər insanlara çatdırılmalıdır? Niyə bizim vasitəmizlə çatdırılmalıdır? Niyə Matta 28, 19, 20 məhz məni, Məsihə iman edən hər bir kəsi çağırır ki, biz gedək başqa xalqlara, insanlara müjdəni çatdıraq. Onları Ətağul Müqəddəs Ruh adıyla deyir ki, bəftiz edin və sizə öyrətdiyim hər şeyə riayət etməyi onlara öyrədin. Təlimlər keçmək lazım deyil, sadəcə riayət edin. Ağsaqqallardan beləncə öyüd nəsihət eşitmişsiniz. Oğul, məsəl üçün, biz bu sözü harada daha çox eşitirik? Süleyman məsələlərində, Vaiz kitabında. Daha çox orada, oğul, təlimimə xor baxma. Məsələn, bu kimi şeylər. Biz bəzən ağsaqqallardan hansısa məsləhətlər, öyüdlər alırıq, düzdür? Və bunlar nə üçündür? Bunlar onların keçmə-keçli yolları keçib bir çox şeyləri öyrəndikləri üçündür. Və artıq sən də bu səhvləri etməyəsən. Və bu getdiyin yolda artıq mən bu səhvləri buraxmışam və bunun üçün 3 ilmi, 5 ilmi itirmişəm. Sən bunu itirmə, bunu elə. O zaman uğur qazanarsan. Valideyn övlad münasibətləri haqqında bir çox öyüdlər var. Və bu da bizim üçün bir öyüddür. Deyir ki, bunun üçün çağırılmışam. Deməli, bunun üçün çağırılmışam. Və yaxşı əqidəni bir çox şahid qarşısında iqrar etdin. İqrar etməliyik insanlara. Çünki biz öz əqidəmizi insanlara iqrar etmiriksə, imanımız haqqında insanlarla bölüşmürüksə, deməli, gələcək nəsil olmayacaq. Olacaq, insanlar olacaq. Amma insanlar azğınlaşmış bir vəziyyətdə olacaqlar. İman ancaq qorunmalıdır. İmanı ancaq qorumaq lazım deyil, imanı ötürmək lazımdır. Çünki Allah imanımızı yalnız şəxsi bir sığınacaq üçün deyil, miras üçün bizə verib. Bizim imanımız bizim mirasımızdır. Bizim imanımız bizim mirasımızdır.
Miras, məsəl üçün, bax bu şeyi demək istəyirəm. Bir dəfə televizorda bir məhkəmə işi gedirdi. Çox varlı bir atanın bir neçə övladı olur. Və o dünyasını dəyişəndən sonra öz övladlarına miras buraxır. Amma miras onların arasında bölünmür. Bölünməmişdir. Hələ ki o çünki yaşayırdı. Belə bir söz var, eşitmişsiniz. İnsan elə yaşayır ki, elə bir ki, heç vaxt ölməyəcək. Yəqin ki, o valideyn də bunu düşünürdü. Və ona görə də öz övladlarının gələcəyini düşünməmişdi. Və ata başını yerə qoyan kimi, ata dünyasını dəyişən kimi və övladlar arasında o miras üçün qırğın düşmüşdü. Bir-birini məhkəməyə vermək, yəni övladlıq heç bir vəziyyətə, qardaş-bacılıq heç bir vəziyyətə çatmışdı. Amma bizim üçün miras, bizim imanımızdır. İmanımız, biz öz imanımızı miras olaraq sağlam, əxlaqlı şəkildə olaraq başqa insanlara ötürməliyik. Öz imanımızı bax beləcə ötürməliyik. Müqəddəs kitabdan bir yer yadıma düşdü. Çıxış kitabından. Oranı oxuyub sonra davam edəcəyəm. Çıxış kitabında 4-cü fəsildə. Burada yazılıb ki, Rəbb Musaya dedi, sənin əlindəki nədir? O dedi, əsa. Allah Musadan soruşdu ki, sənin əlindəki nədir? Musa dedi ki, əsa. Bir çoban üçün əsa nə deməkdir? Taxta parçası. Ondan başqa heç bir şey deməkdir. Yəni Musa Allaha cavab verdi ki, mənim əlimdə bir taxta parçası var. Amma Allah Musaya dedi ki, sənin əlindəki sadəcə bir taxta parçası deyil. Çünki o taxta parçası ilə mən bir çox şeylər edəcəyim. Bu günləri bizim əlimizdə nə var? Bax, bu sual bizədir bu günləri, bizə ünvanlanır. Bizim əlimizdə nə var? Gələcək nəslə ötürmək üçün Allahın əlimizdə olanlar vasitəsilə öz xalqı arasında, insanlar arasında öz qüdrətini göstərmək üçün bizim əlimizdə nə var? Nə var ki, Allah ona xeyirda verib, bərəkətləndirib və onun vasitəsilə xalqa xeyirda verəcək. Çünki bu Musanın əlində olan əsa, bu adi bir taxta parçası deyildi. Musa üçün adi bir taxta parçası idi. Amma Allah üçün adi bir taxta parçası deyildi. O əsa vasitəsilə nələr baş verdi? Xatırlayırsınız? Həmən o taxta parçası vasitəsilə nələr baş verdi? Allah Musadan soruşdu ki, sənin əlində nə var? Musa cavab verdi. Taxta. Əsa. Əsa nə deməkdir? Bu taxta parçası deməkdir. Əsa var. Yəni heç bir işə yaramayan. Sadəcə belə deyək, sürü qaçmasın deyə, onları qorxutmaq üçün nəsə istifadə etmək üçün. Bəlkə də özünü müdafiə etmək üçün. Amma xalqın həyatını dəyişmək üçün o heç bir şeydir. Amma Rəbb Allah Musanın əlində olan şeyə xeyirda verdi, bərəkət verdi və onun vasitəsilə xalqın həyatını dəyişdi. Nə baş verdi? Əsa vasitəsilə Musa dəniz yaradı. Əsa vasitəsilə qayadan bir çox şeylər baş verdi. Allah Musanın əlində olan şey vasitəsilə Musaya xeyirda verdi. Amma sadəcə Musaya vermədi. Musanın vasitəsilə xalqa xeyirda verdi. Bu günləri Rəbb Allaha bir nəfər lazımdır ki, onun əlində imanı olsun. Əlində hansısa bir şey olsun ki, Allah onun əlində olan şeyə xeyirda verir, bərəkət verir və xalqa xeyirda versin. Sənin əlində nə var? Sual. Yəni, özümüz barədə fikirləşək. Bu günləri mənim əlimdə nə var? Gələcək nəslə ötürmək üçün. Bilirsən, bu sualı verib bir neçə nəfər duruxsan, bəlkə də bir çoxumuz deyəcək ki, bilmirəm. Amma bizim əlimizdə çox şeyimiz var. Gələcək nəslə ötürmək üçün bizim əlimizdə çox şey var. Bizim təcrübəmiz var. Günahdan necə azad olmuşuq?
Nəsə var əlimizdə? Deməli, nəsə var əlimizdə. Biz günahdan necə azad olmuşuq? Biz bunun haqqında danışa bilərik. Biz bunu onlara ötürə bilirik, yoxsa ötürə bilmirik? Biz bunun barədə ona danışmalıyıq ki, o bir də belə çaxnaşmada qalmasın. Mən günahdan necə azad olmalıyım? Oturub bu sualı 10 ilini, 15 ilini vaxt aparıb araşdırmasın ki, mən günahdan necə azad ola bilərəm? Artıq sənin təcrübən var. Sən öz təcrübən haqqında onunla bölüşə bilərsən. Allah sənə necə şəfa verdi, necə qaldırdı, necə insan formasını saldı. Niyə insan formasına? Biz maket olaraq insan maketiyik, forması. Amma bizim daxilimiz korlanıb. Bizim daxilimiz dəyişib. Bizim daxilimizi nə dəyişib? Günah bizim həyatımızı korlayıbdır. Biz korlanmış insan formasıyıq. Rəbb Allah öz sözü vasitəsilə, İsa Məsihə iman vasitəsilə bizi yenidən daxilimizi də, xaricimizi də öz istədiyi insan formasına salır. Sözü vasitəsilə, öz məhəbbəti vasitəsilə, öz müqəddəsliyi vasitəsilə. Deməli, bu təcrübəmiz başqasına bir ümiddir. Deməli, əlimizdə artıq bir şey tapdıq. Başqa insanlara ötürmək üçün. Başqa, bizim iman hekayəmiz var. Bizim iman hekayəmiz var. Başqa insanlara miras olmaq üçün, miras vermək üçün, miras ötürmək üçün bizim iman hekayəmiz var. Təbii, necə iman etmişik? Və 12-ci fəsil 11-ci ayədə yazılıb ki, quzunun qanı və şəhadətlik sözləri. Quzunun qanı və şəhadətlik sözləri. Mənim artıq üzərimdə quzunun qanı var. Kimdir o quzu? İsa Məsihdir. Həmən o quzunun müqəddəs qanı var mənim üzərimdə. Şəhadətlik sözləri nədir? Mən necə iman etmişəm? Necə xilas olmuşam? Bax, bu mənim iman hekayəmdir. Bilirsiniz, şəhadət çox güclü bir silahdır. Bir insanın keçmişi necədirsə və Allah onun həyatına toxunandan sonra sözü vasitəsilə onu öz formasına, insan formasına saldıqdan sonra bax, bu arada baş verən şeylər, bu bizim iman hekayəmizdir, şəhadətimizdir. Və çox vaxt bizim iman hekayəmiz, şəhadətimiz bir çox insanlara təsir edir. Niyə? Çünki bu canlı bir həyatdır, canlı bir yaşamdır. Bax, biz bu vasitə ilə bir çox insanların həyatına toxuna bilərik. Deməli, bizim ötürmək üçün artıq ikinci bir şeyimiz var, iman hekayəmiz. Biz öz iman hekayəmiz vasitəsilə bir çox insanlara danışa bilərik. Çünki bu böyük bir silahdır. Bir gəncə, bir yeniyetməyə, hansısa bir insana, bir çox insanlara öz şəhadətimiz haqqında bölüşə bilərik. Əgər sənə sual verəndə ki, bu günləri sənin əlində ötürmək üçün nəyin var? Artıq iki şey tapmışıq. Və biz bir çox şeylər fikirləşə bilərik ki, biz gələcək nəslə nə qoya bilərik? Ancaq müəllim olmalı deyilik ki, insanları öyrətmək üçün. Bunun üçün ancaq peyğəmbər olmaq lazım deyil. Adi, elementar, primitiv bir şeylər. Biz bu vasitə ilə gələcək nəslə nə deyə bilərik? Məsihçiliyi, Məsihi, sağlam imanı ötürə bilərik. Üçüncü, sənin artıq biliyin var. Bir neçə illərdir imanlısan. Bir neçə illərdir bazar günü toplantısında iştirak edirəm. Bir neçə illərdir kəlam araşdırmasında varam. Bir neçə illərdir seminarlar, konferanslar, bir çox şeylərdə iştirak edirəm. Deməli, mənim artıq Məsih haqqında bilgim var. Məsih haqqında biliyim var. Amma mənim ətrafımda olan bəzi insanlar var, onların Məsih haqqında biliyi yoxdur. Deməli, neyə bilərəm? Mən Məsih haqqında biliyi onlarla bölüşə bilərəm. 2 Timotey 3-cü fəsildə yazılıb ki, 15-ci ayədə. Müqəddəs yazını uşaq vaxtlarından bilirsən. Və bir çoxlarımız bəlkə də məbəddə böyüyüblər. Elə insan var ki, onun atası imanlıydı. Elə insan var ki, onun babası imanlıydı. Bu xeyirduadır.
Deməli, Məsih haqqında gör nə qədər bilik var artıq. Bilik paylanıldıqda bu faydalıdır. Əgər bilik paylanılmırsa, bölüşülmürsə, bu faydalı deyil. Çünki bilik insana qürur gətirir. Bilik insanı qürurlandırır. Amma biliyi biz bölüşürüksə, bu bizi qürurdan azad edir. Ona görə, əgər müqəddəs kitabı oxuyursansa, sən artıq onu paylaşa bilərsən. Gör, neçə illərdir müqəddəs kitabı oxuyursan. Gör, neçə illərdə artıq əzbər bildiyin ayələr var. Bəlkə kimisə 3, kimisə 5, kimisə 15, bir neçə ayələr var ki, biz onu artıq əzbər bilirik. Amma ətrafımızda bir çox insanlar var ki, onlar bunun həsrətindədirlər. Allahın mənə verdiyi hər bir açıqlama başqası üçün yeməkdir. Başqası üçün çörəkdir. Başqası üçün ehtiyacdır. Hansı ki, o insanlar buna möhtacdırlar. Gündəlik çörəkdir. Bu günləri mənim Allahdan aldığım açıqlama başqası üçün bir çörək ola bilər. Başqası üçün bir şəfa ola bilər. Məlhəm ola bilər başqası üçün. Dördüncü, sənin duaların var. Başqa nəslə ötürmək üçün, imanı ötürmək üçün mənim dualarım var. Çünki Məsih haqqında olan söz, iman bu günləri bizə internet vasitəsindən gəlib çıxır. Bəlkə də 10 il, 30 il, nə bilim, 40 il bundan əvvəl bir internet dünyası var idi. Bizim heç birimiz tarixçi deyilik. Amma biz tarixin nə olduğunu yaxşı bilirik. Bizim heç birimiz siyasətçi deyilik. Amma tarix boyu padşahlıqlar arasında baş verən hadisələri biz görürük. Müqəddəs kəlam vasitəsilə. Bizim heç birimiz həkim deyilik. Amma Rəbb Allah öz sözü vasitəsilə bizə şəfa vermək cəsarətini, səlahiyyətini verir. Bizim heç birimiz yaxşı ata ya da yaxşı ana, yaxşı müəllim, yaxşı dost, yaxşı övlad deyildik. Çünki Rəbb Allah öz sözü vasitəsilə bizə toxundu və biz başa düşdük. Artıq yaxşı övlad necə olmaq olar? Necə yaxşı valideyn olmaq olar? Biz bu şeyləri öyrəndik. Bunlar birisiz hansı vasitələ bizə gəlib çatır? Yenə deyirəm, internet vasitəsilə gəlib çatmır. Bizə insanların göz yaşları, tutduqları oruclar, dualar vasitəsilə bu günləri iman bizə gəlib çıxır. 70 il Azərbaycanda Sovet hakimiyyəti var idi. Və bu 70 illik Azərbaycanda olan Sovet hakimiyyəti vaxtında məsihçilik susmuşdu. Niyə? Çünki şeytan onu susturmuşdu. Amma bu demək deyildi ki, bunun üçün dua edən insanlar yox idi. Azərbaycan öz müstəqilliyini qazandı, məsihçilik Azərbaycana gəldi. Elə ki, qapının ağzında durub gözləyirdi, qapını açdırdılar ki, gəl artıq. Ya bunlar beləncə gəlmir. Bunların heç biri belə gəlmir. Və bunlar bizdən öncəki nəsillərin, bəlkə də hələ də o insanlardan yaşayanlar var, bilmirəm. Amma varsa o insanları sadəcə qucaqlayıb bağrına basıb, onlara xeyirda vermək lazım ki, çox sağ ol qardaş, çox sağ ol bacı, çox sağ ol bibi, nənə, baba, sizin vasitənizlə məsihçilik bugün Azərbaycana gəldi. Deməli, mənim dualarım var. Gələcək nəslə Məsihi ötürmək üçün, sağlam bir imanı ötürmək üçün. Gələcək nəslə ötürmək üçün. Dua elə ki, başqaları da iman eləsin. Bunun üçün dua eləyə bilərəm. Bəlkə danışmaq üçün o qədər biliyim yoxdur, amma dua etmək üçün dilim var. Və Allahın qarşısında dayanmaq üçün yaxşı dizlərim var. Diz üstündə dayana bilərəm. Allahın qarşısında diz üstündə dayana bilərəm ki, məndən sonraki nəsil Allahın sözünü eşitsin. Niyə mən diz üstündə Allahın qarşısında dayanmalıyam? Sizcə niyə Allahın qarşısında diz üstündə dayanıb vəsadətdə durmaq lazımdır? Çünki sənin əkdiyin toxumun yanına başqa bir toxum əkən də var. Bu şeytandır.
Şeytan istəmir ki, insanlar xilas olsunlar. Şeytan istəmir ki, iman sağlam formada başqa nəslə getsin, çatsın. Gələcək nəslə çatsın. O gələcəyi dəyişmir. O indini məhv edir. İndini məhv eləmək gələcəyin məhv olması deməkdir. İndinin boşluğu gələcəyin yox olması deməkdir. Ona görə də gələcək haqqında fikirləşmək üçün bu gün mən edirəm. Bu haqda düşünmək daha yaxşıdır. Allah öz vədinə sadiqdir. Amin. Allah öz vədinə sadiqdir. Allah əgər vəd veribsə, bunu sənin həyatında yerinə yetirəcək. Əgər Allah vəd veribsə, sən və ailən xilas olacaqsan. Allah öz vədinə sadiqdir. Amma bunun üçün mən neynirəm? Sadəcə oturub gözləməli deyiləm. Allah vəd verib, öz vədinə sadiq qalmalıdır. Allah vəd vermişdi Danielin vaxtında və Daniel Peyğəmbər baxır ki, bu vədlər artıq 70 il, məncə 70 il. 70 il artıq bitir. Daniel Peyğəmbər neynədir? Daniel Peyğəmbər orucda və duada Allaha fəryad eləməyə başladı ki, sən vəd vermişsən bu xalq üçün. Xalq üçün vəd vermişsən. Vədini xatırla. Allah Danielin fəryadlarını eşitdi. Allah Danielin ona olan duasını, səmiviliyini və xalq üçün cırılan, dağılan ürəyini gördü. Müqəddəs kəlamda biz keçən dəfə oxumuşduq. İsa Məsih xalqa baxırdı və onları taqətsiz və çobansız gördü, çarəsiz gördü. Onlara rəhmi gəldi, yazılıb. İsa Məsihin onlara yazığı gəldi. Çünki çobansız qoyunlar, quzular kimi idilər, qoyunlar kimi idilər. Çarəsiz. Çarəsiz nə deməkdir bilirsiniz? Neyniyəcəyini bilmir. Çarəsiz, heç bir şey eləyə bilmir artıq. İnsanlar belə idilər. İsa Məsih onlara baxdı, yazığı gəldi. Biz bu günləri insanlara kimin gözü ilə baxırıq? Biz keçən dəfə danışdıq bu sözü. Biz insanlara kimin gözləri ilə baxırıq? Ancaq imanımızı qoruyub, əgər oturmuşuq bir sığınacaqda, mənim öz imanım, mənə başqa heç nə lazım deyil. İnsanlar xilas olur, olmur. Allahın sözünü eşidirlər, eşitmirlər. Bunun mənə heç bir adiyyəti yoxdur. Sadəcə mən öz imanım, mən xilas olmaq istəyirəm bəsələ. Amma Rəbb Allah mənə bir missiya veribdir. Mənim iman etməyim vasitəsilə mənə bir missiya veribdir. Mənim missiyam, mənim çağırışım başqa insanlara müjdəni verməkdir. Çünki biz dualarımız vasitəsilə başqa insanların həyatına təsir edə bilərik. Biz onları dəyişməyəcəyik. Amma Rəbb Allahın onların həyatını təsir etmək üçün biz fəryad edə bilərik. Çünki dünyada bir çox insanlar, onların məhəbbətə ehtiyacı var. Tükənməyən sağlam məhəbbətə ehtiyacı var. Bir çox insanların dünyada güvənsizlik problemi var. Biz dua edə bilərik Allaha və onlara danışa bilərik. Var belə bir varlıq, belə bir şəxsiyyət səni olduğun kimi sevir. Var belə bir varlıq, belə bir şəxsiyyət, onun məhəbbəti tükənmir. Onun adı İsa'dır. Biz onun haqqında o insanlara danışa bilərik və duada fəryad edə bilərik. Beşinci bir şey, bizim zəifliklərimiz var. Əslində, sual çıxır ortaya, biz öz zəifliklərimizi başqa insanlara necə ötürə bilərik ki? Biz öz zəifliklərimiz vasitəsilə başqa insanlara göstərə bilərik ki, biz insanıq. Bizdə fəaliyyət göstərən İsa Məsihdir. Biz insanıq, bizim gücümüz çatmır. Mən də bəzən hər şey yarımçıq qoymaq istəyirəm. Mən də bəzən hər şey dağıtmaq istəyirəm. Mən də bəzən
Bir çox şeyləri, pis olan şeyləri etmək istəyirəm. Bilirsiniz, bizim hər birimiz, Məsihə iman edən hər kəsin ürəyində onun müqəddəs ruhu var. Amin. Çünki bizim ruhumuz özü-özünə dəyişilə bilmir. Allahın müqəddəs ruhu lazımdır ki, bizi yeniləsin, təzələsin və sağlam bir formaya gətirsin, çıxarsın. Əgər onun müqəddəs ruhu bizdə yoxdursa, inanın ki, hər kəsin daxilində yatan bir heyvan var. Üzr istəyirəm, bəlkə kobud səslənir, amma bu var. Biz Allahın ruhuna yer verməyəndə həmən heyvanı başqasına saldırırıq. Başqasının üstünə hücum çəkir. Və bu günləri bizim ruhumuzu yeniləyən, bizim ruhumuzu sağlam və başqa nəslə müqəddəs, hansı ki o saf bir imanı ötürmək üçün bizim ruhumuza təsir edən Allahın müqəddəs ruhu var. O bizim həyatımızdadır. Və biz bunun vasitəsilə göstərə bilərik ki insanlara, mənim gücüm çatmır, mən də həmən o insanlardan biriyəm. Amma bu günləri onun yanında olduğuma görə, Məsihin yanında olduğuma görə, Məsih məndə olduğuna görə mən dəyişilməyə başlayıram. Əgər bu günləri bizim keçmişimizdə olan hansısa iğrənc bir şeylər yoxdursa artıq, bu demək deyil ki, biz bir daha belə olmayacağıq. Ola bilərik. Əgər biz Allahla bağlarımızı qoparsaq, donuz öz qusuntusunun üstünə qayıdır, hə? O donuz kəlməsi bizə aid deyil. Biz də yeni bir günahları kəşf eləməyə getməyəcəyik. Əvvəl bizim həyatımızda olan günahlar nə idisə, biz onu sevə-sevə eləyirik. Və biz yenidən o günahlara qayıdacağıq. Əgər kim narkotikdən asılı idisə, o yenidən narkoman olmağa başlayacaq. Əgər kim sərxoş idisə, içkidən asılı idisə, kim nə idisə, o olmağa da qayıdacaq. Bunun üçün Rəbb Allahla, Məsihlə bağlarını qopartma. Allahla bağlarını qopartma. Çünki hər şey xırda bir şeydən başlayır. Hər şey kiçik bir şeydən başlayır. Bir dəfə ilə heç nə olmaz. Əşi, indi kim görür ki? İnan ki, o bizim daxilimizdə olan heyvanı susturan var, ha? Biz ona icazə verməyəndə, o yenə də qalxmağa başlayacaq. Bu, siz bəzən nəyə bənzəyir? Bu günləri bərəm çöpləri bir çoxumuzda var, amma hamı vərəm deyil. Amma vərəm çöpləri bizdə var. Razıyıq yoxsa yox? Bunu tip göstərir. Mən kiməsə deyə bilmərəm, sən vərəmsən. Vərəm çöpləri olduğuna görə kimsə vərəm deyil. Biz necə vərəm olmağa başlayırıq? O çöplərə icazə veririk. Bunun üçün içki, narkotik, soyuq, nəmişlik, yaşam tərzi, pis yaşam tərzi. Bu kimi şeylər ona imkan verir ki, o vərəm çöpləri bizim daxilimizdə aktivləşməyə başlasın. Və o zaman oluruq biz vərəm. Deməli, hər kəsin daxilində o yatan bir, bayaqları dediyim sözü indi vurğulamaq istəyirəm. Bir heyvan var, o balaca, kiçilib, indi yoxdur bəlkə də, gizlətmişik, artıq biz, çünki bizdə olan dünyada olandan üstündür. Allahın müqəddəs ruhuna icazə vermişik ki, o bizi adam eləsin, bizi formalaşdırsın. Bir dəfə bir video rolik buraxmışdıq. İsa sənin üçün kimdir? Mən orada belə bir söz demişdim. İsa mənim idealımdır. Amin, o mənim idealımdır. Bizdə məhəllədən bir nəfər o video roliki görüb, mənə deyir ki, qaqaş, eşitdim sənin üçün İsa şeydir, idealdır. Beləncə gülməyə var. Dedim ki, bəs sənin üçün ideal kimdir? Kimdir sənin idealın? Çünki o bilirdi ki, adını çəkdiyi hər kəsi mən onu səhv çıxardacaq. O ki, Allah mənim üçün idealdır. Amin. Mən elə həmən Allahın yanındayım. Və həmən Allaha da icazə vermişəm ki, o mənim həyatımı dəyişsin. Çünki keçmişimə baxanda mən o köhnə murada qayıtmaq istəməm. Təbii ki, bizim bir çoxlarımız köhnə olduğumuz insana qayıtmaq istəmir.
Və bunun üçün nə etməliyik əziz bacı qardaşlar? Biz imanımızı, bu əqidəmizi möhkəm saxlamalıyıq. Sağlam şəkildə və gələcək nəslə ötürməliyik. Gələcək nəsli kim görür? Məsəl üçün, sən evlənmirsən. Öz uşaqlarını görürsən. Kim nəvələrini görür? Kim onun uşaqlarını? Heç kim öz övladlarını əgər evlənməyibsə, gələcək nəslini görmür. Amma indi bu ən əsas vacib bir nöqtədir. İndi sən kimsən? İndi hardasan? Və sən icazə verirsənmi? Rəbb Allah sənin həyatına gəlsin, sənin həyatını dəyişsin və bu dəyişilmə vasitəsilə bu imanı başqa nəslə ötürəsən. Nəticə olaraq demək istəyirəm ki, sənin əlində saymadığın bir çox şeylər var. Bir çox şeylər var. Amma bir neçə şeyləri göstərmək istədim ki, biz belə donub qalmayaq. Mən gələcək nəslə nə ötürüm axı? Nəyi ötürməliyim? Rəbb Allah Musaya sual verir ki, əlindəki nədir? Əsa. Çünki Musa o əsanın vasitəsilə Allahın qüdrətli işlərini görmürdü. O görsəydi əgər, görürdü yoxsa görmürdü? Görmürdü. Görsəydi əgər qayıdıb deyərdi ki, bu adi bir əsa deyil. Bununla mən qayaya vuracam, oradan su çıxacaq. Bununla mən dənizləri yaracağam. Bununla mən sənin qüdrətli işlərini göstərəcəm. Musa bunları deyə bilmirdi. Niyə? Çünki onları görmürdü. Musa Allahın onun vasitəsilə edəcək işləri görmürdü. Və ona görə də deyirdi ki, o əsadır. Yəni bir çoban üçün lazım olan əsa, ondan başqa heç bir şey. Və bu günləri biz gələcək nəslə düşünə bilərik ki, biz gələcək nəslə nə ötürəcəyik? Mənim nəyim var ki? Heç nəyim yoxdur. Amma bizim bir çox şeylərimiz var gələcək nəslə ötürmək üçün. Ona görə imanını möhkəm saxla və ətrafında olan insanlara dəyər ver və öz imanını onlarla bölüş. Onlarla bölüş. Çünki insanların həyatını məhəbbət xilas eləməyəcək. İnsanların həyatını İsa xilas edəcək. Çünki İsa dünyaya xilaskar olaraq gəlir. Xilaskar. İsa Məsihin adı qurtarıcıdır, xilaskardır. Odur günahları bağışlayan. Bəlkə bunu bir çoxları eşidəcək ki, əstağfurullah. Mən öz sözümü danışmıram. Müqəddəs kəlamda yazılıb ki, o günahları bağışlayır. O ölüləri dirildir. Onun vasitəsilə körlər görür, şikəstlər yeriyir, ölülər dirilir, cüzamlılar şəfa tapır, pak olurlar. Bu onun vasitəsilə baş verir. Əgər sən onunla bir yerdəsənsə, əgər o səninlə bir yerdədirsə, icazə vermirsənsə, ona sənin həyatını gəlir, həyatını dəyişmək. O zaman sənin gələcək nəslə ötürmək üçün sağlam bir imanın var, əqidən var. Ona görə özün haqqında çox mənfi düşünmə. Bu günləri Allahın sənə verdiyi bir çox şeylər var. Mənim dəyərsiz saydığım əsa ola bilər. Amma Allahın o əsa vasitəsilə qüdrətini göstərəcəyi şeylər ola bilər. Mən fikirləşə bilərəm ki, nə qədər dua eləyəcəm? Yoruldum. Yorulma. Çünki sənin bu günləri susqunluğun gələcək nəslin yoxluğuna gətirib çıxardacaq. Əgər getmək üçün imkanın yoxdursa, dua etmək üçün imkanın var. Dua etmək üçün imkanın var. Başqa kəndlərə gedib insanlara müjdə vermək üçün imkanın yoxdursa, bəlkə kimisə bir uşağı var, kimisə 2 uşağı var. Həyat yoldaşı var, əmisi, dayısı, qonşuları var. Uzağa getmək lazım deyil. Ətrafımızda olan insanlara müjdəni çatdıra bilərik. Mən bu günləri sağlam imanın ötürülməsi üçün nə edirəm? Bax, bu önəmlidir. Çünki iman ötürülməlidir. Amin. Biz bir yerdə dua edəcəyik Allaha. Dua edib Allaha birincisi minnətdar olacağıq. Çünki bizim əlimizdə bir çox şeylər var ki, biz onun üçün Allaha minnətdar ola bilərik. Minnətdar olmalıyıq.
Çünki gələcək nəslin həyatı bu sənin əllərindədir. Gələcək nəslin Məsihə imanlı qalması bu sənin əllərindədir. Çünki xilas o yalnız İsa Məsih vasitəsilədir. Xilas başqa insanlar vasitəsilə deyil. Heç bir peyğəmbər Adəmdən tutmuş Məsihə qədər heç bir peyğəmbəri görmədim ki, onlar desinlər, mənə iman et. Sənin əbədi həyatın olacaq. İsa belə deyir. Kim mənə iman edir, onun əbədi həyatı var. Olacaq demir, var deyir. Mənə iman etməyən həyat görməyəcək. Amma deyir ki, görməyəcək. İsa Məsihə iman etməyən o həyat görməyəcək. Buna görə də bu günləri sənin əlindədir. Gələcək nəsilə sağlam imanı ötürmək.